Salam əziz müəllimlər və şagirdlər. Bu günləri sizə demin 2027-ci ildə tətbiq olunacaq imtahan modeli üçün təlimlərdə bizə göstərdiyi slaytı artıq hər kəsə paylaşıb və mən də onu sizlərlə izah etmək istəyirəm. Həm tələbələr, şagirdlər, həm də müəllimlər üçün də maraqlıdır ki, 2007-ci ildə 11-ci siniflərdə nələr dəyişiklik olub. Bizim təqdimatın məzmunu buradadır. Bizə bunları izah etməyə ehtiyac yoxdur və sadəcə olaraq ilk başda başlayaq ki, nələr var. Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 27-ci ildə tətbiqi nəzərdə tutulan model. Ümumi 26 test tapşırığı var, 25-i qapalı olacaq, bir dənə isə yazılı, belə deyək, essemiz olacaq. Birinci bir dinləmə mətni və mətnə aid 3-ü çox seçimli, biri isə doğru və yanlış sualımız olacaq. Bu, yəni 9-cu sinifdə artıq keçən il sayılan, yəni buraxılış imtahanında olan formatına deyir, true false. Və 4 qapalı tipli test tapşırığı, yəni bu dinləməyə aid olacaq. Hamısı qapalıdır, yəni yazı olmayacaq. Necə 9-larda, elə də 11-lərdə olacaq. 2 oxu mətni olacaq, hansı ki, hər bir mətnə aid 3-ü çox seçimli, biri isə doğru və yanlış variantı olacaq. Hansı ki, bax, yeni olan modellərdən biri də budur. Və burada belə olacaq ki, 4 ümumi, 8 qapalı tipli test tapşırığı olacaq. Yəni, hər iki mətnə uyğun. Və qrammatik leksik bilikləri yoxlamaq üçün isə 13 qapalı tipli test tapşırığımız olacaq. Yəni, burada sırf qrammatikaya, leksikologiyaya aid sinonim, antonim olsun, sözlərin definitionə məşq etməsi olsun və hansısa qrammatik qaydaların uyğun 13 qapalı tipli testimiz olacaq yenə. Və daha sonra verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq. Yəni bu bizim ən az 70 ümumiyyətlə minimal belə deyək 100 sözdən ibarət olan essedən söhbət gedir. Hansı ki, həmin 100 sözlü esseni dedilər ki, biz təlimdə iştirak etdiyimə görə qeyd edim ki, orada qeyd olundu ki, əgər 100 yox, 70 söz yazılıbsa, həmin belə deyək, testdə biz, burada yazı da yazım, həmin testi biz neyəcəyik, yoxlayacaq. Yəni, 70 söz ən az. Yəni, bu yoxlanacaq. Amma əsas bal veriləcək, maksimal bal veriləcək nəyə? 100 sözə. Aydındırmı, uşaqlar? Okay. Və keçək davam edək. Dinləmə və oxu məzmun xətləri üzrə mətnlərə qoyulan tələblər bunlardır. Hansı ki, burada nədən istifadə olunan mövzular, istifadə olunmayan mövzularımız var. Söz sayı. Deməli, dinləmədə nə qədər söz sayı olur biz eşitdiyimiz dinləmədə? 150-170 söz olur və bir cümlədə orta hesabla 10-13 söz olmalıdır, maksimum 25 söz olmalıdır. Digərlərini də özünüz oxuyun ekrandan. Söz sayını qoyulan tələblər oxu mətnlərinin birinci mətnimiz sadə mətn olacaq. Orada 150-170 söz olacaq. Və ikinci mətnimiz isə biraz qəliz mətnimiz olacaq. O da sözlərin sayı orada minimum 170-200 söz arasından ibarət olacaq. Yenə də ümumi tələblər də burada qeyd olunmuşdur. Nə deyir burada? Növbəti izahatımızı belə deyir ki, dinləmə mətninə dair 4 sual tipi və ümumi tövsiyələr. 4 sual tipinin şərtləri belə olacaq. What is the passage mainly about? Yəni, mətn nə haqdadır? Choose the correct answer to the question according to the passage. Səslənənə uyğun doğru cavabı seçin və yaxud wrong da ola bilər burada. Complete the sentence according to the passage. Yəni, bunu siz artıq bilirsiniz. Müəyyən hissəsi yazılır, digər hissəsi isə parafraz olunmuş formada variantlarda qeyd olunur, tamamlamalıyıq. Yəni, bu qapalıdır, biz özümüz yazmırıq. Dördüncü isə yenə də dediyim kimi bir dənə sualdır, sadəcə olaraq 4 dənə cavab olur orada, cümlələr olur. Doğrudur, yanlışdır, doğrudur, yanlışdır. Bu 9-cu siniflər artıq bunu bilir. Növbəti tapşırığımıza uyğun oxu mətninə dair yenə 4 sual tipi nədir? Yəni, mətn nə haqdadır? Yəni, doğru və yaxud yanlış cavabı seçirik mətnə uyğun.
Üçüncü də yenə tamamlamadır. Dördüncü isə yenə də doğru və yanlış. Bir dənə sualdır. Sadəcə olaraq 4 dənə variantı olur və bunu doğru və yanlış olduğunu deyilir. Və bir də uşaqları ən çox maraqlandıran mövzulardan biri budur ki, bunu da qeyd edeyim. 1, 2, 3, 4. 4 dənə. Yəni burada dördüncü sual. Yəni bu dördüncü sualdır. Bu 4 dənə də olur. Burada true false yazılır. T və yaxud F. Belə deyək, yazmısınız da. Uşaqlar, əgər bunun 3-ü düz yazılıbsa, biri səhvdirsə, bal veriləcək. 4-ünə düz yazılanda tam bal veriləcək. 3-ü düz, biri səhvdirsə, yarı bal veriləcək. Amma ikisi düz, ikisi səhv. Yəni 2 dənə səhvin var, 2 dənə nəyin var, düzün var. Onda sənə heç bir bal verilməyəcək. Hətta 1 düz 3 səhvin varsa da yenə də bal verilməyəcək. Yəni bu 4-cü sualın şərti budur. Aydındırmı? Aha. Növbəti paraqrafımız nədir? Belə bir başlığımız var. Burada izah edir ki, yəni ümumiyyətlə paraqraf nədir? Paraqraf bir-biri ilə sıx bağı olan və bir əsas ideyanı inkişaf etdirən cümlələrin toplusudur. Paraqrafda nələr olmalıdır? Abzas, sətr başı, qısa məqalə, məlumat və burada əsas xüsusiyyətləri isə nədir? Aydın şəkildə yazılmasıdır. Cümlələr bir-birinə bağlı olmalıdır. Uzunluğu sabit deyil, əsas ideyanı ifadə edəcək qədər uzun olmalıdır. Akademik yazıda bir neçə cümlədən ibarət olur. Bir cümlədən ibarət olması qeyri-mümkündür. Akademik paraqraf adətən 200-250 söz çərçivəsində yazılır və fikir aydın, qısa və konkret şəkildə inkişaf edilir. Yəni burada paraqraf nümunəsi də verilib. Kitab oxumaq insan bilik dairəsini genişləndirir. Əsas ideya, dəstək cümlə Azərbaycanca verilib ki, biz onu ingilis dilinə tərcümə eləyəndə bilək. Və akademik yazı nümunələri verilib burada, hansı ki, biz onlarda məzmunun bütövlüyü, məna strukturu, bütövlüyü, ideya, dəstək, yüksək dil qabiliyyəti falan, bunlar da bizə yazır. Bunları mən çox sizə izah etməyə vaxt aparmayacağım. Siz ekranı saxlayıb buradan şərtləri oxuya bilərsiniz. Növbəti davam edirik əzizlərim. Növbədə isə paraqrafın tərkib hissələrindən söhbət gedir. Yenə də bunu belə deyək, sizə çox izah edib yormayacağam. Yəni burada paraqraf necə olur, onlar haqqında yazır və burada nümunələr də verib. Artıq burada ingilis dilində verib tapşırıqlar. Yəni burada bu paraqraf əsas ideyası nədir? Bir cümlə ilə yaz. Yəni burada bizə asan bir nümunə verib və nümunəyə uyğun onun izahatında yazıb. Və bizim belə deyək ki, müəllimlər ən çox narahat edir ki, birdən-birə bu esse hardan çıxdı? Hardan gəldi? Yəni necə bunu biz uşaqlara başa salaq? Əslində biz müəllimlər əgər məktəb dərsliklərindən doğru istifadə etmişiksə, biz bunu uşaqlara biz başa salmışıq. Hansı ki, baxın, səhərdən izah olunan paraqraf. Bu məncə 7-ci sinif 7-ci sinifin kitabında da belə bir bu şlyapalı oğlan orada, belə deyək, zontikli oğlan orada idi, çətirli. Baxın, burada bizə yəni nələri necə yazmaq lazımdır, writing tipləri verilmişdir, what's the topic center və yaxud nəyi etmək olar, yaxşı, pis, nümunələr hamısı bizə göstərir. Baxın, writing tiplərimiz yenə də həmin bu 8-ci sinifdir. Burada 8 imiş, mən 7 deyirəm, elə üzərinə yazılıb da elə. 7, hətta 6, 7 və 8, 9, 10, 11-ci siniflərin hər birində yazı bacarıqları üçün bölmələr var. Yəni burada da bizə nümunələr verilib dəfələrlə. Baxın burada hansı sözlərdən istifadə etmək olar. Firstly, secondly və yaxud bağlayıcılar but, on the one hand, on the other hand belə. First, next, then və sonrasında for example, for instance, bu sözlərdən necə istifadə etmək lazımdır? Hamısını biz məktəb dərsliyində əzizlərim, biz bunları bilməliyik. Çünki biz bunları keçmişik, biz müəllimik və məktəb dərsliklərini doğrudan da çox oxumaq lazımdır. İçərisində çox şeylər var. Bəzən biz belə deyim, səthi yanaşırıq daha çox limin testlərinə,
belə deyək, yönəlirik, hansı ki, qapalı tip testlərə daha çox yönəlirik və yaxud da testə yönəlirik. Bu testin nəyə uyğun yazdığını isə biz unuduruq. Baxın, burada mövzu belə deyir ki, mən dərsliklərdən istifadə edirəm və dərsliklərdə belə deyək, göstərilən bu nümunələr əsasında yaradıb o testləri. Baxın, yenə də burada yazı bacarıqlarının nümunələri verilib, yazı bacarıqları verilib. Burada 10-cu sinifin nümunələri var. Hansı ki, bu 10-cu sinif kitabında siz özünüz bunları yoxlaya bilərsiniz, oxuya da bilərsiniz. Yenə də 10-cu sinifdə hansısa bir nümunəni bizə göstərir, nələr yazılıb, nəyə uyğundur. Və burada paraqrafa uyğun sualların cavablarının tapılması, məsələn üçün, mətn nə haqdadır, paraqraf nə haqdadır, nə var, nə yox, bunlar haqqında izahatını verir. Və burada bizə son deyil hələ. 11 illik səviyyə tətbiq olunacaq yazı tapşırığına dair nümunə. Əsas bizim belə deyək, ən çox bu illəri maraqlandıran 11-ci sinifdəki yazı bacarıqdır. Və bu standart verilmiş bir tapşırıqdır ki, should school uniform be required for all students alan bir suala nələrə uyğun cavab yazılmalıdır 26-cı sualda və onun biz üçün yazı belə deyək verib. Burada bizə belə deyək bir nümunəni verib, əsas belə deyək girişi, daha sonra ideyanı və yaxud hər iki tərəf arqumentləri və yaxud nəticəni də bizə izah edib burada göstərib. Nümunədir. Yəni bu nümunəyə diqqətlə baxın və burada belə deyək sizin necə yazmalı olacağınızı burada göstərir. Və hətta useful linking wordları da verib burada. Hansı kriteriyalara uyğun olmalıdır, onlardan da verib və bunlar bizə lazımlıdır. Paraqrafın yazım mərhələləri. Birinci mərhələ beyin həmləsi. Nə deyir? Paraqraf bir-biri ilə sıx bağlı olan əsas bir ideyanı kökdürən cümlələrin toplusudur. Bunları biz artıq oxumuşduq yuxarıda. Bu ideyanı sizə oxuyub yormaq istəmirəm. Beyin həmləsinə dair nümunələr verir. Burada şagird qaralama vərəqinin ortasına mövzunu qeyd edir və bu sadəcə mind map belə bir proqramlar da var onlayn. Onlardan da istifadə edə bilərsiniz. Maraqlı olsun deyə şagirdlər öz ideyalarını yaza bilər. Burada layihə şəklində qeyd edə bilər. Daha sonra ikinci mərhələ strukturun qurulması. Bu da bayaqki 8-ci sinifin kitabında nümunə vardı. Onu orada qeyd etmişik. Orada baxa bilərik. Necə yazılır? Üçüncü mərhələ isə ilkin yoxlanış. Burada bu mərhələdə yoxlaya bilərik ki, nələri doğru yazıb, nələri yox, kiçik səhvləri var, yoxdur. Məsələn üçün, baxın, 4-cü mərhələ yekun baxışdır. Sonuncu mərhələni belə deyək, yazma daha mükəmməl olması, şagird parta yoldaşı ilə yazı işlərini qarşılıqlı yoxlaya bilər falan. Burada bizə izahlar verir. Belə ki, müvafiq yazı vərdişini formalaşması üçün şagird nə etməlidir? Paraqrafın yazılmasına başlamazdan əvvəl şagird beyin həmləsi olmalı, cluster, spidergram, mind map edir və qısa plan hazırlayır. Daha sonra mövzuya dair açar sözlərin qoyulmuş məsələnin mövzunun müsbət və mənfi tərəflərini, fikirlərini, düşüncələrini qeyd edir. Paraqrafın 3 tərkib hissəsinə ibarət olduğunu, əsas fikri, dəstəkləyici fikri, əks arqumenti və ilkin fikri neyinir? Özü yazır, birləşdirir, müvəffiq bir belə deyək esse formasına gətirir. Həmçinin mürəkkəb cümlələrdə və zəngin söz ehtiyatının istifadənin onun yazı işinin keyfiyyətinə müsbət təsir göstərəcəyiniz yadda saxlayır. Belə. Və sonda isə tam orta təhsil üzrə buraxılış imtahanları xarici üzrə namizədlərin yazı işlərinin qiymətləndirmə meyarları. Baxın, bu hər kəsə maraqlıdır. Nə deyir? 1 bal nə vaxt verir? Tapşırığın yerinə yetirilməsi. Paraqraf seçilmiş xarici dildə və mövzuya suala uyğun yazılıb. Paraqraf həcmə şərtə minimum 100 söz tamamilə uyğundur.
Abzasda aydın ifadə olunmuş əsas fikir, topic center, onu dəstəkləyən fikir və yekun fikir mövcuddur. Paraqraf tərkib hissələr arasındakı əlaqə tamamilə gözlənilib mətn axıcıdır. Yəni burada biz bağlayıcılardan, linking wordlardan yəni qəşəng istifadə etmişik. Baxın, bunlar bu birinci A variantında olan tapşırıq burada verib. 1 bal alacağıq, əgər bu dediklərinə uyğundursa. Yox, ikinciyə baxır. 0,5 bal nə vaxt ala bilər? Paraqraf seçilmiş xarici dildədir və mövzuna əsasən uyğundur. Paraqraf həcmi 100 sözdən azdır, minimum 70 söz var. Bax, bunu mən bir qeyd etdim. Paraqrafın strukturu, elementləri qismən mövcuddur. Tərkib hissələrindən biri yazılıb, məsələn və ya əsas cümlə və ya dəstəkləyən cümlələr yazılıb. Yazı işinin tərkib hissələri arasındakı əlaqə qismən gözlənib. Yəni bağlayıcılardan doğru istifadə etməmişik tam. Burada 0,5 bal verəcəklər bizə. Yox, 0 bal nə vaxt alacaq? Paraqraf seçilmiş xarici dildə yazılsa da anlaşılan deyil və ya ifadə olunan fikirli mövzunun adına uyğun deyil. Paraqrafın həcmi 70 sözdən azdır. Paraqrafın tərkib hissələri yoxdur. Paraqraf tamamilə şablon əzbər cümlələrdən ibarətdir və ya şərt olduğu kimi köçürülüb. Burada da bizə deyir qeyd 1 və qeyd 2-yə bax. Biz yuxarıda qeydlər var da, onlara da baxa bilərik. Bu zaman isə uşaqlar biz 0 bal alma ehtimalımız yüksəkdir. Bal B variantı belə deyək. Nə deyir? Burada isə nəyə baxırıq deyir. Mövzu üzrə ən azı 2 aydın fikir arqument təqdim olunub. Fikirlər əsas nümunələr və ya ümumi izahlar əsaslandırılıb. Birləşdirici vasitələrin köməyi ilə cümlələr əsasında əlaqə yaradılıb. Həm müsbət əleyhinə, həm də mənfi əleyhinə tərəflər qeyd olunub. Fikirlər əsasında məntiqi rabitə yaradır və yaxud bir də burada nədir? Mövzu əsasında əhatə olunub, lakin arqumentlər məhduddur. Yalnız bir tərəf təqdim olunub. Mövzu ilə bağlı fikrini əsaslandırmaq üçün məhdud bir sübut edici nümunədən şəxsi təcrübəsini istifadə edilib. Fikirlər arasında ardıcıllıq var, ancaq məhdud sayda birləşdirici vasitədən istifadə edilib. Mövzu ilə bağlı fikirlər əsaslanarkən kənara çıxmalar var və ya istinaz zamanı məntiqi əlaqə pozulmuşdur. Bir balın tələblərinə cavab vermədikdə isə bu qeyd 2-yə baxırıq. 0 bal alma ehtimalımız güclənir. Bu qeydlər məncə buradadır. Qrammatik qaydalara əməl olunma. Yəni biz mətn yazarkən qrammatik qaydaları da əməl etməliyik. Görək nə vaxt bizdən bal çıxacaq. Belə deyim. 1 bal. Müxtəlif qrammatik forma və sintaktik strukturlardan sadə və mürəkkəb cümlələr düzgün və yerində istifadə olunub. Bu olubsa 1 balımız var. Yazı işi əsasən sadə cümlələrdən ibarətdir. Qısa, şablon və yarımçıq cümlələr qurur. Buraxılmış səhvlər bəzən məzmunun çatdırılmasına mane olur. Burada 0,5 bal alacağıq. Əgər belə yazmışıqsa 0 bal nə vaxt alırıq? Cümlə qurmaqda çətinlik çəkir. Yazı söz yığımından ibarətdir. 0,5 balın tələblərinə cavab vermədikdə olur. D variantında nədir? Söz ehtiyatının müxtəlifliyinə və işlədilməsinə görə sözlərdən necə istifadə etməliyik? Mövzuya uyğun zəngin söz ehtiyatı vardır və həmişə yerində işlədilir. Müxtəlif leksik vahidlərdən istifadə edir və leksik təkrara yol vermir. Parafraz edir, sinonimlərini yazır, söz birləşmələrini istifadə edir. Mükəmməl bal alırıq. 1. 0,5 bal necə alacağıq? Mövzuya uyğun kifayət qədər söz ehtiyatı vardır. Bəzən tapşırığı yerinə yetirməyə mane olur. Bəzən leksik təkrara yol verir. Burada 0,5 məsələn üçün belə deyək də uşaqlar. Beautiful sözünü 2 dəfə istifadə etmisiniz. Yəni çalışın sinonimlərindən söhbət edin. Bir dəfə nice, beautiful və yaxud stunning, fabulous belə sözlərdə istifadə edin. Və yaxud məsələn bat yazırsınız, however yazın bir dəfə də. 0 bal isə nə vaxt yazır? Mövzuya uyğun söz ehtiyatı bəsitdir, yoxdur, yersiz təkrarlara yol verir. 0,5 balına uyğun deyil. Burada qeyd, bunlar ümumi meyarlar nəzərə çatdırmaq istəyirik. İmtahana düşən yazılı tapşırıq üzrə şəkillərin cavabları araşdırılaraq etalon cavablar müəyyən edilir və ümumi meyarlara əlavə olunur. Yəni bu qeyd edib ki, yəni bunlar sadəcə olaraq ümumi meyarlardır. Baxın buradakı bu axırdakı qeydlərin
özünüz oxumağı sizə həvalə edirəm. Necə deyərlər, çox burada yazılıb və vaxtınız da getməsin deyə burada da yenə necə bal çıxılacaq, onlar haqqında məlumatlar verilib. Biz artıq bildik ki, necə yazmalıyıq, nələrə diqqət etməliyik. A variantında tapşırığın yerinə yetirilməsidir. B-də mövzunun əhatə edilməsi və məntiqi ardıcıllığa baxılır. Söz ehtiyatına, qrammatikaya, yəni hər şeyə baxırlar uşaqlar bir belə deyək, yazıda. Yəni hər bir detallar nəzərə alınır. Yəni çox yazsaq da 100 bəzən uşaqlar deyir ki, müəllim, bəs 100-dən çox yazsam necə olar? Bu sizin əgər 100-dən çox düz yazmışıqsa, bu bizim xeyrimizədədir uşaqlar. Amma orada minimum 70-dən baxın qırmızı ilə işarələyib. Minimum 70 sözdən aşağıdırsa, baxın burada qeyd 0. Yəni bu sizin yazı tapşırığınız. Baxın. Minimum həcmdən azdırsa, burada deyir, azdırsa qiymətləndirməyəcək. Minimum 70 söz olmalıdır ki, 0,5 alasınız, həm də bu şərtlərə uyğun olmalıdır. Və 100 söz olmalıdır minimum. Yenə deyir, yenə minimumdan söhbət gedir. Və bu şərtlərə uyğun olmalıdır ki, siz 1 alasınız. Yəni bu birlər də həmin bu bütün hamısındakı 1 və hətta burada 2-dir. Bu şərtlərə uyğun olmalıdır. 1, 1, 1, bu da 2. 5 bal, yəni 5 alırsınız burada. Yenə məncə gəlir ki, 16,17 idi, 9-cu sinifdə bu tamdan belə alınacaq yenə. Ümumi isə 5 bal alacağıq, yəni essemizdə. Balını da qeyd etdik. Belə, əziz uşaqlar, əziz müəllimlər, deməli də təşəkkürlər ki, bunu biz təlimlərdə gedib görmüşdük, amma yenidən də paylaşdı və bizlər bunu sizlərlə də paylaşdıq. Hər kəsə uğurlar. Növbəti videolarda görüşənədək.